Vali bəy, çox sağ olun dəvəti qəbul etdiyiniz üçün. Birbaşa suala gələcəm. Mən sizi dəvət etməkdə məqsədlərdən biri bizim çox yaxşı tanıdığımız Aynəs FM olub. Məktəb olub. Bəli, Aynəs FM olub. Mən məsələn Valid Fərmanoğlu deyəndə mən paralel olaraq nə xatırlayıram? Doktor Ziya, Mətanət, məsələn var idi, Seyfullah Mustafayev var idi. O səslər var idi və Aynəs FM həm kanalda ilkin olaraq Allah rəhmət eləsin milli qəhrəmanımız Çingiz Musafənin vaxtını özəyə qoyulmuş 215 kayl ilə başladı. Sonra Aynəs o vaxtı dövlət televiziyasının nəzdində olan. Bəli. Mənə maraqlıdır Çingiz Mustafənin özü Allah rəhmət eləsin Naxçıvan Üç hərbi liseyi, tibb universiteti və sonra jurnalistika tam fərqli sahələr idi. Amma mən onda uşaq idim. Çingiz Mustafayev Allah rəhmət eləsin şəhid olandı. Bizim evdə də ümumiyyətlə nəinki bizim evdə çox elə panika var idi. Kövrəlmişlər, ağlayırdılar. Çingiz Mustafayev təbii ki, başqa igidlərimizin qəhrəmanlığı şəhid olması hamı təsir edirdi. Xüsusən də Çingizin, çünki Çingiz bizə çatdırırdı. Çatdıran jurnalistlərdən biri idi. Əsas jurnalistlərdən biri idi. Bir şok idi yəni, həqiqətən. Çox böyük şok idi. Mən məsələn siz görmüşdük uşaqda olsaq İmbi Anvar faciəsində gördük. Bu yaxınlarda da 36 intihamım oldu. Sovetin belə deyək, muzlarından təşkil olunmuş orada deməzdim Sovet SSR-nin. Onların hamısını çatdıran bizə o vaxtı mərd sözün əslində səmimi olan jurnalistlər oldu. Sırf adı işləyən və nəyəsə görə işləyənlər deyildi. Mənə maraqlı olan bu səslər Valid Fərmanoğlu olsun, Seyfullah Mustafayev olsun, Mir Şahin olsun. Mən həmişə sizin adını deyəndə mən Aynəsin o səsləri yazmaq üçün. İlk olaraq sizə necə oldu? Çətin seçim olaraq necə oldu? Səbəb necə oldu Aynəs gəlməyiniz? Mən səsimi dinləyəndə özümü bir çox insanlar kimi düşünürəm, xoşum gəlmir səsimə qulaq asmaqdan. Sizdə necə oldu? Radio xüsusən səs, diksiya önəmlidir, savaddan, bacarıqdan əlavə. Bu səbəb necə oldu gəlməyiniz? Radio necə gəlir? Bəli. Məhz Aynəsi necə gəldi? Çünki mən bir çoxları məni oradan tanıyır, amma mən ondan əvvəl hələ 2 radio stansiyada çalışmışam. Sadəcə olaraq daha çox insan buradan tanıdı, bu da normaldır. Amma o ki qaldı və birbaşa başladıq da mən giriş vermədim də, xüsusi təşəkkürümü bildirmədim xüsusi olaraq dəvət üçün, amma çox sağ olun. Bir də ki, o vaxtlar haqqında çox danışmaq olar. Bəzi şeyləri biz sizinlə təxminən eyni nəsillənik, bayaq dəqiqləşdirdik və bəzi şeyləri biz xatırlayırıq, yaxşı xatırlayırıq, bəzi şeyləri biz uşaq idik, tam da yəni məsələn yanvar hadisələri biraz çətindir xatırlamaq, çox da belə indiki kimidir. Yəni çünki nə qədər olsa uşaq idik, sadəcə nəsə biz yadımızda qaldı. O ki qaldı radioya gəlmək, bu da tamamilə təsadüfdür. Nə qədər qəribə olsa da, əgər təsadüf demək olarsa. Çünki adam var ki, təsadüflərə inanmır, deyir ki, təsadüf gördüyüm bir şey, fəlsəfədə nəsə belə şeylər, bunlar hamısı zərurətdir, məsələn, qismət, kimsə bunu qismət adlandırır. Yəqin bəlkə də qismət idi, amma mən deyərdim ki, burada bir neçə komponentin qarşılığıdır. İnsanın uşaqlıqdan olan həvəsi, o indiki o dillərə motivasiya falan, niyyəti içərdə də olsa, o deməkdir ki, məsələn, heç vaxt o vaxtı nə CV var idi, nə biləm, mən söhbət danışıram sizə 90-cı, 2000-ci illərdən danışıram. CV harası atmaq falan, yəni o söz təzə girməyə başlamışdı. Leksikonumuza ki qaldı kütləvi informasiya vasitəsilə. Nə vaxtsa o musiqi mərkəzində qulaq asdığın radioda, balaca radioda əvvəlcə orada-burada qulaq asdığın balaca bir radiolar təzə çıxmağa başladı. O kompakt format ümumiyyətlə təzə çıxmağa başlamışdı. Məndə də hər cürəsini xoşlayırdım, çünki texnologiyanı xoşlayırdım deyə belə şeylər çıxanda xoşlayırdım belə şey almağa. Player belə çıxdı, MP3 çıxdı, mən MP3 alırım falan. Yəni ona görə də mən hər yerdə o qulaq asırdım. Onda da musiqiyə əlçatanlıq yox idi deyə internet No internet necə deyirlər? Adı vardı, özü yox idi. Bəli, o ancaq 99-dan falandan sonra çıxdı da, amma biz danışırıq 90-cı illərin ortasından əvvəl danışırıqsa, mən artıq o vaxtdan musiqini elə o radiodan belə çox belə böyük bir acılıqla qulaq asırdım da, həqiqətən də. Məsələn, düzdür, tələbə idim, falan idim, son siniflər idi, boş vaxtım olan kimi qulaq asırdım. Sonra tələbə idim, boş vaxtım olan kimi yolda, falan da, hər yerdə, evdə, gecə yatmaqdan qabaq mütləq qulağımda idi ki, qulaq asırdım. Mənə fərqi yox idi hansı radio.
nə radio açılırdısa, onda nisbətən təzə açılırdı da radiolarda 95, 96, 97, 98. Hə, nə radio çıxırdısa mən dərhal mütləq ona qulaq asmalıydım. Bir müasir dinləyəcək monitorinq edirdim, görüm nə mahnılar verəcək. Və sonra artıq formalaşmışdı məndə o ki, məsələn, günün bu saatını bu radioya qulaq asıram, günün bu saatını bu radio. Gecə isə bir başqa radioya qulaq asıram ki, orada çünki filan mahnılar verir. Yəni əzbərdən bunu bilirdim ki, səhər hansı radioda nədir? Çünki hamısını monitorinq eləmişəm. Seçim, bu vaxtı bura məsləhətdir. Günorta demək ki, çox hata olmadı çünki tələbə idim falan idim. Amma bir də ki, günün gecə artıq vaxtına yaxın, hə, mütləq gecə vaxtlar, hə, xüsusilə bu cavan vaxtında 90'larda da ümumiyyətlə eksperimental bir dövr idi. Radioların özündə də çoxlu sərbəst, biraz müasir formatlardan uzaq, belə qarışıq efir təşkil olunurdu deyə. Özdə chatlar falanlar təzə çıxmışdı falan, chatlar onlayn yox. İndi chatlar həm də radioda gedirdi. O vaxt üçün yenilik idi. Çünki internetə hər kəsin də girişi də yox idi və ya bağlı idi məkana, kompüterə, telefon yox idi falan deyə. Ona görə də o söhbətləri radioda gətirmək paralel maraqlı idi. Chatlar falanlar var idi. Yəni o vaxtdan demək istəyirəm ki, yəni uzaqdan biraz başladım. O vaxtdan mən artıq xoşlayırdım radio qulaq asmağa və musiqiyə həvəs və radio aparıcılığa məndə elə bir simpatiya yaranmışdı. Çünki bir tərəfdən mən şəhər mühitində böyümüşəm. Mən o xarici musiqiyə çox böyük marağım var idi. Ab-hava, o mühit təsir etdi. Bu bir. İkincisi də xoşlayırdım yeni informasiyanı hər hansı bir yolla. O vaxtda yollar elə də çox deyildi. Yəni internet olmadığı üçün jurnal, qəzet mütləq bizim evimizdə oxunurdu da. Yəni xoşlayırdım falan jurnal çıxsın falan. 90'ların axırı falan özü kiosklar partlayırdı. Müxtəlif növbənöv jurnallardan. Yəqin siz xatırlayırsınız. Növbənöv rəngli jurnallar təzə başlayırdı gəlməyə xaricdən, Rusiyadan təbii ki daha çox gəlirdi. Rus jurnalları çox idi. Bizdə biraz istehsalat çox az idi, bazar çox az idi. Açılıb bağlanırlar, çətin idi. Bizim bazarda jurnal, Azərbaycan dilində jurnal var idi. Tarixdə bir neçə jurnal olmuşdu, amma çətin idi. Xarici formatdan gedir söhbət. Yəni onlarla rəqabət aparmaq çətin idi. Nəysə, bu başqa temadır. İndi yəni demək olar ki, yəni onları alırdım, baxırdım musiqiçilər, bu müğənni falan. Yəni oradan da xoşlayırdım belə acılıqla olan informasiyanı. Plus oradan da oxuduğumu radioda da eşidirdim çünki orada da xarici müğənnilərdən çox oradan buradan məlumat verirlər. Mən də artıq oradan da elə bir ki puzzle da, yəni yığılırdı ki, məndə belə o dünyanı xoşlayırdım. Plus 90-cı illərin axırında bu xarici filmlərdə çıxdı, falan biz də onlara da başladıq. Bir şeydən bu aləm mənə çox cəlb eləyirdi ki, yəni mən ona həqiqətən aparıcılara baxıb, daha doğrusu qulaq asıb mən heç vaxt televiziya aparıcılarına baxıb heç vaxt arzulamamışam ki, ay Allah, bir gün mən orada. Amma radio aparıcı yerində mən özümü təsəvvür edirdim. O sözü demirdim özümdə ki, mən orada işləyəcəm falan və indi deyirlər, məsələn, o kainata nə bilim manifestata. Elə eləmirdim. Elə şey vaxtı biz heç vaxtı elə söz bilmirdik ki, manifest sözü nədir? Manifest sözü tarixi kitablardan çalışmışıq ki, falan haqqında manifest çıxdı. Ya zəhmətkeşlərin manifesti. Ya belə şey işləmiş. Amma indi o biraz başqa mənada istifadə olunur. Biz pioner olmuş, Oktyabrat olmuş eləməkdə. O vaxtda manifest tamamilə başqa mənada. İndi o söz bəlkə də indi nəsil böyüyüb ki, hansı ki o sözü ancaq eşidir ki, manifest deyilən arzuların həyata keçsin. Nə bilim, nə. Nəysə. İndi orada baxanlar deyirlər, bu nə deyə qoca danışırıq. İndi həmin o bütün bunlara görə bəlkə də məndə artıq bəlkə də o böyük belə bir arzu var idi. Mən sadəcə olaraq yenə deyirəm, heç bir niyyətim yox idi. Çünki niyə görə? Çünki heç ürək eləmirdim. Çox utancaq idim. Çox kiminsə qabağında nəsə danışmaq, kiminsə bu dəqiqə kimi danışdığım kimi yox, heç bunun 10% belə yox idi. Həm də Azərbaycan dilində çox pis danışırdım mən. Bunu mən bəri başdan deyim. Çünki Rus məktəbini bitirmişəm. Daha sonra Rus dilində universitet bitirmişəm, magistraturanı bitirmişəm. Yəni bütün bunları tamamilə Rus musiqisi, Rus kitabları, nağıllar, yəni hər şeydə bir uşağa formalaşdırma, o yeniyetmə dövrünə qədər formalaşdıran nədirsə, o vaxtda isə heç bloqlar falanlar yox idi, bloger yox bir şey. Ona görə də biz nədən? Kitabdan, kinodan da yiyələnirdik, düzdür? Yəni ki, ən çox budur da. Belə ki, ünsiyyət də sənin ətrafın, məhəllə falan. Etibarlı mənbələrimiz o idi. O idi də, yəni səni formalaşdıran bu idi. Müəllimlər, biraz onlardan eşitdim, biraz oradan buradan. Bunlar hamısı da əsasda rus dilli idi deyə. Ona görə Azərbaycan dilində danışmağım çox bərbad idi deyə. Yəni ki, ləhcə, söz bazası yox. Çünki yeni dildə işlətmirsən axı. Doğma dildə işlətmirsən. Sən o vaxtda yəni tam təmin olunurdun da rus dilində bütün mənbələrlə. Yəni bildiniz nə demək istəyirəm? Yəni sanki ehtiyacın yox idi kənara çıxmağa. Azərbaycan bölməsində oxuyanlar o heç, hətta onlar belə mən bilirəm ki,
öz doğma dilində bir çox mənbələrdən məhrum idi. Təəssüf ki, məcbur idilər rus kitablarına, nəsə bir kinoya məcbur idi hamı rusca baxmağa. Düzdür? Bəli, Uzun müddət, uzun illər, hətta bu gün özündə belə bir çox kinoları falan məcburdular. İndi düzdür, indi türk falan çıxdı, dublyaj, çox operativ dublyaj olunur deyə. Amma türk dublyajına əl çatanlıq olmayanda mən çox adam tanıyırdım ki, rus dilini bilmir, amma məcburdur filmlərə baxmağa. Əgər yeni kinoya baxmaq istəyirsə, kinoteatrlarımız necə idi? Rus dilində. Hamısı. İndi subtitrlər var da, bəzi bir şey yox. Artıq qanun məcburi qəbul ediblər ki, yox, Azərbaycan dilində mütləq yayım olmalıdır. Heç olmasa subtitr kimi, heç olmasa kimi. Yəni deməyim odur ki, bu ab-havada böyüyən, bu mənbələrlə böyüyən üçün, yəni radioda heç yəni yaxın dura bilməzdin. Çünki yəni dil biliyi olmalıdır səndə. Amma yəni mən qulaq asırdım radioya, yəni dediyim kimi. Və o cümlədən də təbii ki, aynısı. Çünki onlar da o radio stansiyada yeni nəfəs gətirib, hamıdan əvvəl açılıb, bilirsiniz ki, birinci radio stansiya idi. Sonradan digərləri də açıldı. Fərqli orada yanaşmalar oldu, fərqli səslər çıxdı falan. Onlar da qulaq asıb. Dediyim kimi, gecə başqa radio qulaq asıb. Məsələn, səhər günü orta tutaq ki, saat 4-də falan, məsələn, nə bilim, DJ Tofiq var idi, Ziya var idi, Rahib Azəri var idi falan. Bunlar hamısı qulaq asırdım. Yəni, bunlar hamısı var idi. Nəysə, sonra universitet daxil oldum universitetə. Mən artıq 19-20 yaşımız var idi və mənim dostum var idi, Anar var idi deyəndə ki, indi də var. Anar, baxırsansa salamlayıram səni. Əgər həmişə bu söhbət düşəndə Anarı xatırlayıram və həmişə də xatırladım. Çünki hardasa vasitəçi o oldu. O demək deyil ki, o mənə əlimdən tutub gətirdi ki, bu uşağı bir dənə radio götürün. Yox, o məndə yox. Sadəcə o mənə dedi ki, məndən fərqli olaraq o biraz daha çox iddialı idi və istəyirdi işləmək. Konkret olaraq məqsəd qoymuşdu ki, məsələn, mən belə yerlərdə işləmək istəyirəm ki, o da mənim kimi informasiyanı çox xoşlayırdı qəbul etməyə və belə başa düşdüm ki, informasiya ilə bağlı olan yerlərdə, o da kütləvi informasiya vasitəsidir, yəni işləmək istəyirdi. Ona görə mənə bir gün dedi ki, universitetə gələndə gəldi ki, biz Valid bir radioda kastinqdir. Gedək də dedim, mən bilmirəm, dəqiq yanımda deyil nə dedim ona, amma mən onda da çox utancaq idim. Mən çox da özü balaca boy, belə universitetin ilk şəkillərini görəndə mən orada sanki kiminsə balaca qardaşıyam. Yəni şəkillərimiz var, bir də köhnə şəkillərə baxıram. Yəni indi baxıram, baxmaq istəmirəm amma şəkillərə çox fikirləşirəm ki, ay Allah, mən o necə öz yaşlılarımdan xarici görkəmlə də fərqlənirdim. Yəni çox belə, bu gün də mənə çox deyirlər cavansan yaşına görə. Bax onda isə mənim o cavan görünməyim çox balaca bir uşaq təəssüratı bağışlayırdım. Yəni mənim hərbi biletdə şəklimi görməsəz yaxşıdır. Yəni mən başdan deyim ki, yəni orada bu arada sizə 46 yaş vermək olmuş yəni. 46 yoxdur, 45. Yəni ki, deməyim odur ki, o mənə apardı özündən. Gedək, ustad demişinsə kampaniyada, yəni mənə belə həvəsi gedək. Təbii ki, mənim üçün gedək. Məsələn, mən tək utanardım getməyə ora. Həqiqətən təsəvvür edirəm. Utanardım ki, o özgüvənim yox idi. Yendirəm, dil biliyim yoxdur. Yəni ən azı dil biliyin yoxdursa, özgüvənin də yoxdur. Təbii ki, radioya gedirsən danışmaq. Hardakı birbaşa işin danışmaq lazım olacaq və Azərbaycan dilində danışmaq. Nəysə. Getdik, belə oldu ki, hamı çox adam gəlmişdi və ilkin mərhələ odur ki, sadəcə səsimizi yazırlar. Bir dənə mətn verirlər sizə, təbii də. Yəni görək necə danışa bilirsən, danışa bilmirsən, səsin necədir, qulağa yatımlıdır yoxsa yox, sən dil hansısa danışıq qüsurun varmı? Belə açıq, aydın da belə hansı ki birbaşa səni artıq növbəti mərhələyə keçirməyə ehtiyac yoxdur da. Yəni və belə bir mərhələdən keçəndə mənə dedilər ki, hə yaxşı, sən gəl, növbəti mərhələyə baxarıq. Yəni dəqiq heç nə demədilər, çünki mən təsəvvür edirəm, bugün mən o yazını qulaq assaydım, mən orada necə bərbad danışıram. Balaca bir xəbər oxumuşam da. Yəni. Mənə dedilər ki, sənin səs tembrin pis deyil ən azı, digərlərinə baxanda. Yəni orada çox adam gəldi. Yəni deyirəm, yəqin ki, belə başa düşdüm ki, o birilərində nəsə yararlı deyildi. Səs tembri mənə dedilər ki, gələrsən. Halbuki indiki fikrimlə və sonra illər sonra mən başa düşdüm ki, əslində mənim səsim də tembrdən danışırsa, tembr baxımından belə o qədər də yəni ideal səs deyil. Yəni necə insanların qulağına yatan səslər ən çox da bariton səslər sayılır da, aşağı səslər. Yəni o belə daha şirindir qulağa, xoşdur, qıcıqlandırmır belə. Düzdür, o əsas deyil radioda. Yəni illər sonra başa düşdüm ki, sən demə mən bu sahədə ona görə qala bilmişəm ki, bu bir daha onu sübut edir ki, heç də hamının səsi bariton olmalı deyil. Əslində vacib olan sənin şəxsiyyətindir, dünya görüşündür və başqa şeylərdir əslində. Nəinki o biz çoxları çünki belə düşünür ki, radioda mütləq
birinci növbədə super səs olmalıdır. Yəni tembral baxımından. Bəli, qüsurlar olmamalıdır, o heç, o aydın məsələdir indi bu. Yəni qüsurla radioda işləmək mümkün deyil. Yəni dil qüsuru olarsa, yəni gərək bunu düzəltləsən, ən azı sonra cəhd eləyəsən. Ya da ki və təbii ki dil biliyində olmalıdır. Amma səs tembri, yəni elə adını çəkdiyiniz məşhur Azərbaycanın məşhur aparıcılarının belə bir çoxlarında da heç də radio üçün super tembr deyil. Amma onlar illər ərzində dinləyicinin necə deyirlər, o ürəyinə yol tapıblarmı deyim, qulaqlarına yol tapıblarmı deyim, dinləyicilər tərəfindən sevildi. Başqa şeylərə görə, yəni deyirəm, öz maraqlı şəxsiyyət olduğu üçün, düzgün şəkildə, düzgün tərzdə işlədiyi üçün, yəni radio formatında professional olduğu üçün, onun üçün onlar sevildilər və bu işi sevirdilər. Həm də o da var. Bu iş üçün sanki özünü o dillərə mən doğulmuşam bu iş üçün. O dillərə belə söz, biraz pafoslu sözdür, biraz belə şey sözdür, elə kino sözdür belə. Romantik kinolarda. Amma yəqin ki onu başa düşürsən də, özün də başa düşürsən ki, bu iş üçün doğulmusan yoxsa yox. Bu işi sevirsən yoxsa yox. Bu işə illəri vermək istəyirsən yoxsa yox. Yəni bunu indiki dinləndikcə tutuzdurmaq olar yoxsa yox. Yəqin ki də, yəni çünki adamlar var ki, hər hansı bir işə sırf pula görə başlayırlar. Sırf pula görə. Xüsusilə indiki dövrdə belədir. Yəni o vaxt bəlkə də bu belə deyildi və ya daha az qabarıq görünürdü. İnsanlar onlar üçün ideya, həvəs daha öndə idi. İndi kapitalizmin daha sərt üzünü görürük deyə bu dəqiqə, yəni mən indiki gənclərə bu baxımdan qınamıram ki, pulu düşünürlər. Heç kimi qınamıram. İstir gənc olsun, istir orta. Çünki indiki zamanda, yəni maliyyə vəsaiti öndə olan məsələdir. Ona görə də hər hansı bir işə girirsənsə, onun bir biznes tərəfini, qazanc tərəfini, yəni şübhəsiz ki, düşünməlisən. Siz qeyd elədiniz, bu məsələn, xüsusən tələbə illərində, mən də xüsusən orta məktəb və tələbəlik illərində xüsusi məsələn veriliş saatları var idi. Düz mənim o qədər də o vaxtı playerim, radiom olmasa da evdə var idi. Hər kəsin evində demək olar ki, o maqnitofon var, radio aparat demək olar ki, stasionar. Portativ bəlkə də yox idi, amma stasionar var idi. Əksər evlərdə olurdu. Xüsusən Rahib Azərində. İndi isə əksinə, stasionarlar yoxdur. Hər şey şəxsidir. Onlayndır, bəli, internet vasitəsilə. Portativdir yəni. Rahib Azəri idi, Doktor Ziyad idi, DJ Tofiq idi. Məsələn, sonralar gəldi DJ Fatih idi. Dinləməyə başlayandan sonra xüsusən də axşam, yəni məktəbdən gəldim, məsələn, az dərslərimi elədim. Saat 8-dən sonra başam. Artıq qoşulurdum bura. Gecə saat 1-2 kimi. Və o 1-2 kimi radio mən hətta bağ evində qalanda da belə. O qədər mənə indi də düşəndə o atmosferə düşürəm. O nostalgiyadır. Məcid bəy, bu gəlin alacaq ki, siz bu o illəri gənc illəri kimi xatırlayırsınız və o vaxt ağaclar da daha yaşıl idi. Və daha da çox idi. Evlər də daha hündür idi və yəni biz balaca olanda hər şey gözəldir. Yəni o qatılır da, o emosionallıq var ha sizdə. O təbii bir şeydir mənim üçün də, yəni uşaqlıq, gənclik illəri, yəni hamı üçün olduğu kimi belədir. Bugünkü zamanda bir balaca dövr biraz fərqli oldu, dəyişdi. Texnologiyalar çox şey öz sözünü diktə elədi. Yəni insanların radioya da digər hər hansı bir məlumat mənbələrinə, onun əyləncə tərəfi də var. Musiqi falan əylənirsən, müsabiqələrdə işləsən. Eləcə də bunun xəbər mənbəyidir. O vaxtı radio bir xəbər mənbəyi kimi çox ciddi izlənilirdi. Bugünkü zamanda internet olduğu üçün insanlarda alternativ də var. Şübhəsiz ki, mən bunu radioda işləsəm də buna etiraf etmək lazımdır. Bu normaldır da, yəni bu durub demək, kiməsə durub demək ki, yox, siz internetə girməyin, ora etibarlı deyil. Yalan deyirlər radio qulaq. Yəni insan özü seçir birincisi. Ən əsası seçim var. Seçim əvvəllər insanlarda daha az idi. İnsanlarda ancaq yəni konkret məsələn ancaq bura baxmalıdır, ancaq bura qulaq asmalıdır. İndi seçim də böyüdü. Çox rahatsan. Çünki çox tez əl çatanlıq var hər şeyə. Öz sözünüzü dinləyəndə, məsələn, efirə gedən və ya məsələn YouTube-da indiki və deyəndə məndən fərqli olaraq, bir çoxundan fərqli olaraq sizin özünüzü dinləyəndə necə təsir bağışlayır, yəni? İndi və o vaxtda fərqli münasibətim var. O vaxtda çox qıcıqlanırdım təbii ki. Mənə elə gəlirdi ki, bu nə əcayib səsdir, bu niyə belə danışıram, bu nədir, mən istir intonasiyam, istir. İndi də yendirəm, mən super saymıram və indi də belə qulaq asmaq həvəsim olmur. Xüsusi seçilən səslərdən. Səsimi
eşitməyə həvəsim olmur. Yəni belə xüsusi bir oturub qulaq asım falan. Yəni kimsə yazar, nəsə bir paylaşsa, mən onda qulaq asaram. Nəyəsə görə. Amma durub həm də indi səsimi yenə də radiodan artıq o yazıları eləmirlər də radioda. Var bizdə sistem var o radioda. Məsələn, işlədiyim Planet FM radiosunda da var o səs sistem var ki, yazır, sonra arxivdə, yəni bu olmalıdır. Canlı efirin arxivi olmalıdır mütləq. Ən çox indi səsimi videolar çəkəndə montajda qulaq asıram. Yəni onda lazım olur. Hətta orada voice over-da yazıram. Lazım olanda bəzən görsə ki, kadrların üstünə səs yazmaq, o da lazım olur məsələn. Onda səsimi, yəni artıq indi daha rahat qəbul illər keçdikcə həm özünün səsi oturuşur, getdikcə manieranın bir püxtələşirmi deyək, formalaşır bir balaca müəyyənləşir, konkret artıq oynamırsan çox da səs, nəsə bir intonasiyalarda. Həm də ki qəbullanırsan hər şeylə. İnsan normal da bu yəni. Birinci dəfə pəncərəyə baxanda yeni evdən baxırsan ki, bu nədir? Bu qeyri-adi. Sonra illər keçdikcə baxırsan sənin üçün adiləşir də bu mənzərə. Necə ki mən uşaqlıqda məsələn pəncərədən baxıb qış yerdə qar görəndə daha mənim üçün qeyri-adi idi. İndi məsəl üçün işə gedəndə görürəm ki, qar yağır, biraz keyfim pozulur. İndi niyə pozulur ki? Çünki yolub keçdiniz. Yox ki, işə getməyə gəlmə, necə gedib gələcəm falan. Suyu donmurar, nə bilim, onu fikirləşirsiniz, kommunalını fikirləşirsiniz, yolunu fikirləşirsiniz. Yəni Allah rəhmət eləsin ölərinizə. Mən indi yaxşıyam. İndi Allah razı olsun və indi çox yaxşı atamı başa düşürəm. Çox gözəl başa düşürəm. İllər keçdikcə insan öz valideynlərindən başa düşür ki, onlar vaxtilə niyə bunu deyiblər, niyə bunu deyiblər? Necə oldu, niyə belə oldu? Adil bəy, sizin ümumən çox böyük, yəni təcrübəniz var da. Radio aparatçı olsun, yoxsa televiziya aparatçı olsun, istər məsələn marketdə, mağazada kassir olsun, hansı ki o istehsal xidmət sahəsi var, insanlarla daha çox münasibət var. Bir növ insanı psixoloji cəhətdən dəyişir, xarakter olaraq da dəyişir. Sizə nəsə bu təsir oldu ümumiyyətlə? Siz daha çox insanlarla münasibətdə olurdu istərsən. Sizi zahirən çox adam o əvvaxtlar tanımırdı. İndi sosial şəbəkələr var, sima cəhətdən görürlər sizi. Səs olaraq məsələn mən çox aparıcıları deyərdim. Bugün özündə də mənə deyir ki, mən taksiyə minirəm, məsələn deyir ki, radiodakı kimi danışırsan, radiodakı kimi danışırsan, mən bunu biraz mən heç vaxt ona tam dəqiq başa düşə bilmirəm. Yəqin mən gələ radionun tərəfində olum ki, onu tam başa düşüm. O da ki, yəni o orada eşitdiyi səsin danışığını belə bəzən insanlar radionu fon kimi qulaq asır axı. Yəni varmır mənasına bəzən. Orada məsələn bir valyuta mənzərəsini danışırlar, yol məlumatı və hansı başqa məlumatı bəzən öz fikrindədir, amma o danışıq manierasını hardasa eşidib deyə onu yenidən eşidirlər, mənə deyirlər ki, üzümü tanımırlar. Sosial mediada bəs izləmir, ya baxmır, o tip başqa səhifələr izləyir falan. Amma deyir ki, radiodakı kimi danışırsan. Bir də məsələn həmin dediyim kimi sizə məsələn bu radiodan sonra sizin uzun müddətdir də radiolarda faktiki olaraq Planet FM-də əlaqəli çalışmalarınız var. Bu məktəb olaraq radionuz bir neçə radiolarda işləmisiniz. İnsanları tanımaqda psixoloji cəhətdən təcrübə qazandırdınız sizə? Sözsüz ki, yəni insanları tanımaq demək ki, ildən ilə insan birinci növbədə məncə ildən ilə başa düşürsən ki, özünü tanımalıdır. Özünü tanımaq bu artıq böyük bir, sanki mənə elə ki, özünü dərk etmək, özünü qəbul etmək, özünün xüsusiyyətlərini tanımaq və onlara uyğun həyatını qurmaq məncə digər insanlarla münasibətdə də sənə kömək edir. Yəni çünki özünü yaxşı tanımayan adam insanlarla da tam yaxşı ünsiyyət qura bilməyəcək. Nəsə biraz fəlsəfi oldu. belə cavab gözləyirdiniz yoxsa bilmirəm, amma həqiqətən elədir də. Yəni həqiqətən elədir. Yəni illər sonra başa düşürsən ki, özünü tanımaq üçün də vaxt lazımdır. Yəni 1 ilə, 2 ilə mümkün deyil. Psixologiya haqqında kitablar oxuya bilərsən. İndi maşallah kitablar çoxdur, saytlar falan. Amma doğrudan da özünü öyrənmək, özünlə o dillərə harmoniyada olmaq da, o nədir? Özünlə barışmaq, özünü qəbul etmək, özünlə qürur duymaq yeri gələndə, özünün üstün və mənfi tərəflərini tanımaq, bu insanları da öyrənmək, yəni insanlarla dediniz, yəni o məsələdə mən niyəsə bu ağlıma gəldi ki, doğrudan da insan özünü tanımalıdır. Hər kəs də belədir və bir çox insanlar var, hansı ki bizim ətrafımızda var, gündəlik biz ünsiyyətdə, işdə, orada, burada problemli adamlar var. Deyir ya,
Yəni məncə bir çoxların problemi ondadır ki, özünü dərk eləmir tam axıra kimi. Elə belə yaşayır da öz içində. Belə günlər elə, gündə hə telefon, yemək, içmək, yatdıq, Məcidlə, Validlə, Məmmədlə. Hay, hoyza, gəlsən. Biz nə görə sual verdim? Konkret bu yaxınlarda sizin bir Instagramda gördüm. Çox təəssüflər olsun ki, Azərbaycanda istər nəqliyyat sistemi, istər yol hərəkət qaydaları bərbad gündədir. Bu Xətai rayonunda olan o yol xətti, ortalama, sağa daraldı, sola çıxarmaq. Bilməm, Xətai prospektidir. Xətai prospekti, üzr istəyirəm. O prospekt, yəni tək o prospekt deyil problem onda. Bizim fakt gündəlik görüb yadımıza saldığımız prospekt odur da. Yəni fakt qabağımıza çıxan. Azərbaycan şükür Allaha, məsələn indi 91-ci ildə müstəqillik az müddət deyil. Düzdür, böyük müddət olmasa da az müddətdir. Niyə də yəni? Yaxşı sualdır. Bu sualla da podkastı bitirmək olar. Niyə? Sadəcə olar. Mən hərdən Texnobro səhifəmdə, texnoloji səhifədə işlədirəm. Belə bir bloq. Bu arada məsələn üzr istəyirəm ifadəni kəsim. Sizin səhifələri istədiyiniz istifadə. Mən YouTube kanalında da linkini qoyacağam. Yəni maraqlananlar girib ora baxsınlar deyə. Var olun. Kesin. Bax görürsüz, bax Məcid bəy əziyyət çəkib ora link qoyacaq. Elə belə qoymayacaq. O link elə belə qoyulmur orada. Qoyulur ki, siz ora tıklayasınız, keçəsiniz. İndi yəqin YouTube-dan baxırsınız. Hə. Keçin və o kanala da abunə olun. Hərdən bir bəyənin, izləyin. İzləyicilərimizə belə vəzifələyirəm və üzr hesab edin. Hə belə birbaşa fürsətdən istifadə edib. Bəlkə kimsə də indi bir nəfər, iki nəfər mənə gəlir az da olsa daxil olub baxacaqlar inşallah. Baxsınlar və yəni ola bilsin də çünki maraqlı, faydalı bəlkə nəsə götürdülər özləri üçün. İnşallah. Hə, o qaldı. Yəni o niyə? Yəni normaldır da. Yəni cəmiyyət bir yol gedir də. Yəni biz insan necə öz yolunu gedir? Azərbaycan bir cəmiyyət olaraq indi hər tərəfli yol gedir. Nəyisə keçməlidir də. İndi ayna yolu da var da. Məsələn bu dəqiqə ayna mərhələsindəyik Bakıda. Pis mənada demirəm. Yəni ki, nəsə bir onlara bir məqsəd görüm ki, nəsə bir ironiya ilə deyim ki, ironiya burada var amma konkret olaraq aynaya qarşı deyil də ironiya. Mən deməyim olar ki, yəni indi bu yoldur da. Yəni bu yoldayıq. Belə hələ ki belədir də. Yəni hələ ki bu xətt belə getməlidir. İndi o axı mən bilmirəm başa düşüldü nə demək istədim mən bayaq bu yoldur. Yəni insan nəyəsə gəlmək üçün nəsə keçməlidir də. Biz nə görə deyirəm? Mən məsələn bizdə bu podkastda yəni problem yoxdur, nəyisə adını çəkmək, kanal olsun və ya reklam problem deyil elə bir şey. Bizim özəl bağlanmış kanallardan birində Dizer TV-də belə bir veriliş var idi, bura Bakıdır. Veriliş başlananda aparıcı dedi ki, narxaçılığa heç bir əsası yoxdur, bura Bakıdır. O biraz qara yumor kimi səslənir də, hardan baxmağımızdan asılı olaraq da, kim necə baxır, hardan baxır. Niyə bura Bakıdır da, olar da, deyib niyə keçməliyik ki? Yəni? Ya da ki, bura Azərbaycandır. Bəli, bura Azərbaycan. Bizim illərlə bizim dilimizdən düşmən bir ifadə. Bəli. Bu Azərbaycanlıdır da, biz niyə onu ironik deməliyik? Axı bizim tariximizə baxsaq, bizim axı millətimizin keçmişi gözəl olub. Ədəbli olub, savadlı olub, bacarıqlı, qabiliyyətli, istiqanlı, mehriban millət olmuşuq. Niyə biz bu günə düşməliyik? Məsələn, bir dəfə metro düşmüşəm, aparata yaxınlaşdım, kartımı yükləmək istədim. Aparanda qoymaq istədim, tanıb bir dənə cavan oğlan, bir iki ilin söhbətidir. Tak qoydu ora. Mən kartımın üçün, deyəsən mən idim. Dedi, mən tələsirəm. Dedim ki, qardaşım, mən sənin oradan metro qatar platformasına düşənə qədər sənin yerin Hüseyn Boltda olsa, mümkün deyil də o məsafəni çatmaq. Çünki 4-5 saniyəli məsafə var da. O heç qardaş fikir də vermədi də. Hətta qeyri-ixtiyari bu elədir. Yəni sizi hədəf tutmur da orada. Ki, mən Məcid izləyim. Yəni hara tələsirsən? Niyə biz tələsirik? Və ya niyə də tələsmirik də? Çünki bu sual mənə çox düşündürür. Həqiqətən də ictimai nəqliyyatla da gedəndə, maşınla da gedəndə, ayaqla da gedəndə, uşaqları nə bilim parka gətirəndə, yəni fərqi yoxdur, harda olur olsun. Azərbaycanlılarda biraz ümumiləşdirmələri xoşlamıram əslində. O deməkdir ki, bütün Azərbaycan xalqının hamısında bu var. Amma bizim cəmiyyətdə bu tələskənlik hansı ki təəssüf ki, yalancı tələskənlikdir. Və süni tələskənlik var bizdə. Nəticəsi olmayan tələskənlik. Amma ehtiyac olmayan yerə tələsir. Heç bəlkə də işə tələsmir. Fikirləşir gedir, işə gedəcək orada siqaret, kofe, o bu söhbət, TikTok, nə.
Amma hamı tələsir. Hamı sanki bu dəqiqə 20 dəqiqədən sonra, 15 dəqiqədən sonra aeroportda qeydiyyat bağlanacaq, bu da qalacaq belə. Cəhdi ilə tələsməyi Avtobusda görmürsüz də bunu. Hamı deyir mən birinci girməliyəm. Təyyarədə hamı birinci düşmək istəyir. Liftdə hamı birinci minmək istəyir və hamı birinci düşmək istəyir. Sən məqsədin nə idi? Mən o adamları saxlamaq istəyirəm, belə qucaqlamaq istəyirəm. Ay qardaş, ay bacı, sən hara tələsən? Bir dənə mənə danış hekayəni. Deyəcək, valla 90% halları deyəcək ki, mən heç tələsmirəm ki. Bəs niyə bu öldürürsən? Niyə mənə az qala məni yıxırsan və ya onu fərq eləmirəm, mən şəxsən mənə qarşı belə bir-birimizi itəliyirik. Belə bir çox yerlərdə belədir, itəliyirik bir-birimizi. Bəli, və bununla paraleldə parkingdə, bəli, parkinqin özündə də bununla paralel olardı Adil bəy. Deməli, həmin ərəfələrdə idi. O həmin oğlan tənəsində Ramazan ayı ortaları idi. Mən də işdən çıxdım, iftar vaxtında təxmini yuxarı-aşağı bir 40 dəqiqə zat falan qalıb. Yaxınlıqda bir marketə getmişəm. Metrodan çıxıb. Bizim evlə də arası hardasa bir piyada 20-25 dəqiqə oldu. Fikirləşmişəm ki, çörəyimi suyumu alaram, mən iftar vaxtına qədər gedib çataram. Bir neçə təbii ki, çox adam da növbədə vardı ki, indi iftara tələsən falan. Deməli növbə uzundu. Məndən qabaq bir orta yaşlı kişidir, ağsaqqaldı. Ondan qabaq bir yaşlı bir xanımdır. Onlar bir təxmini 70 yaşlarında. Satıcı kassirdə duran xanımla sadəcə elə söhbət edəcək. Elə arxayın telefonda nəsə göstərib, nəsə soruşur ki, sanki tumalı məhnədə qeybət deyilib. Yəni belə bir şey. İstədim dedim yoxlayıram orucam. Da yəni orucun məqsədi səbr və düzgünlük, əxlaqi, ədəbi qorumaqdır və etik də deyil, oruc olmasan da yaşlı qadınsa. Prosta o anda demək istədim ki, xanım biraz tez edin, sözünüzü tez soruşun ki, yəni bura o deyil də. Yəni həm tələsirik, lazımsız tələsmək. Həm də eyni anda çox arxayınlıq. Bunun ikisinin orta yolunu tuta bilmirik. Çünki bizim dinimizdə də var ki, məsələn Peyğəmbər sallallahu əleyhi və səlləm həmişə müsəlmanlar insanları orta yolda durmağı nəsihət edib. Bundan paraleldə bəzi təəssüflər olsun, istər şair olsun, istər başqa podkastlarda da eşidən və ya işdə də eşidirəm. Bu istər etiqad cəhətdən kim istəyirsə necə olur, özü seçimidir, özü bilər. İnancıdır, inancsızdır, xristiandır, yaxud da özü bilər. Hərdən məsələn eşidirəm o sözləri, mənə biraz pis təsir edir ki, məsələn hansı şəhərdə oluramsa olum deyir, orada müsəlmanlar yaşayan cəmiyyət ərazi həmişə pint olur. Mən sadəcə çatdıra bilməm insana ki, istər xristian olsun, istər budist olsun, yəhudi olsun, və ya müsəlman olsun, fərqi yoxdur. Onların elədiyinin mənfi hərəkətlərinin, mənfi yaşayış tərzinin, onların dini adəti yoxdur. Yəni İslam adəti yoxdur. İslam deyir bunu eləmə. Amma onu edirsə bu şey deyil. Yəni onun adəti yoxdur. Bəli. Niyə mən məsələn kimləsə eşitməliyəm ki, biz Azərbaycanlıdır da. Bu da müsəlman görürsən də. Xoş deyil təbii ki, deyəndə ki, məsələn aeroportda harda gördün səs-küydü bir iki Azərbaycanlılardır. Eşidirəm belə söhbəti. Yəni Azərbaycanlıların yaşadığı məhəllədə belədir, nə bilim nədir. Belə burada çox sosioloji faktorlar var. Məsələn, bəzi insanların şəxsi hansısa problemlərini etiraf eləmirlər, amma kimin söz üstünə atırlar. Nə bilim atır millətə, atır nə bilim nəyisə söz üstünə. Amma sən özündən başla. Hamımız özümüzdən başlayaq. Parkingdən çıxanda özümüzü öldürməyək ki, yox, birinci mən çatım çıxışa, mən bir də çıxmalıyam şaqbamın qabağına. Nə olur? İkinci olsan nə olacaq? Axırıncı olsan nə olur? Bəyə axırıncı olsan nə olacaq? Axırıncı, lap tutaq ki, axırıncı pis təsir. Mən axırıncı olmaq istəyirəm. İkinci mən oldum. İkinci ol da, bax, ikinci ol. Hər kəs səbrini yoxlaya bilsə nə gözəl. Hər birimiz elə bilmirik bunu. Məsələn, o deyirsiniz, məsələn, bəhanələr var, mən niyə görə tələsirəm? Bəhanələr də hamısı. Hərə bir şey fikirləşir. Mən evdə uşaq qoymuşam. Marketdə bir xala görür ki, mənə az qala atır qırağa, mənim 70 kiloluq çəkimi və gəl mən bala, mən birinci görüm, baxıram, kəskin söz desəm, linç olunacaqsan tərəfindən, millət sənə deyəcək ki, buna bax, yaşlı səndən falan var. Ondan qorxuruq. Deyə də bilmirsən, ürəyində partlayırsan, çünki düzgün hərəkət eləmir. Yəni sənə qarşı yeri gələndə haqqa da girir, yeri gələndə növbəyə gələndə o söhbət də var. Çox adam bunu istəmir dilə gətirmək, çünki ona sərf eləmir ona. Haqqı, başqa vaxtda haqqdan danışan adam təəssüf ki, növbədə, orada, burada fikirləşmir ki, o kiminsə haqqına girdi. Sürücülər bu
Fəvvarələr meydanının üstündə yuxarı hissəsində parkinq var, 3-4 mərtəbəli. İstiqlaliyyət yox. O küçələrlə düşəndə, İstiqlaliyyətlə düşəndə sola dönürsən, Azərbaycan prospekti səbəbsə ora dönürsən. Sağda qalır həmin o. O sağda qalır. Dərhal və dərhal həmişə orada növbədir. Çünki çox vaxtı keçmək ora dardır. Nəsə bir yəqin ki, şəhəri tanıyanlar bilirlər söhbət hansı yerdən gedir. Oranın ən problemli yerlərindən biridir. Yəni o yerlər çox gözəldir, çox səliqəlidir, amma o yer biraz problemlidir. Neçə vaxt onu da həll edə bilmirlər. Gah velosiped olurlar, gah avtobus qabağa verirlər, gah dala verirlər. Nəysə. Deməyim odur ki, orada nəfələrlə mən növbədə dayanmışam, gözləmişəm, yavaş-yavaş ayaq gedirik, görürəm ki, solda biri gəlir. İndi üzümə baxır ki, mənə burax da ora. Şüşəni salıram aşağı, sən tələsirsən. Deyir, hə. Deyirəm, bəs səncə mənim haqqım var tələsməyə? Qalır belə, heç nə deyə bilmir. Heç nə deyə bilmir, amma bu söhbətin sonrasında fikirləşmir ki, sənə kimsə haqlı olaraq etiraz edə bilər. Təəssüf ki, bəzən bizim susqunluğumuz da buna, bu problemlərin davam etməsinə gətirib çıxarır. Biz bir-birimizdə də belə o dillərə bəzən şikayət eləmək lazımdır, falan yer gəndə çox düzgündür, amma biz bəzən bir-birimizə belə öz fikrimizi açıq bildirməyə utanırıq. Növbədə utanırıq deməyə ki, siz deyirsiniz məsələn o xanıma utandınız deməyə, mən utandım deməyə, kimsə liftdən çıxanda mənə çiyinlə dəydi, mən də olsun da nə bilim. Yəni o fikrimizi belə, bir-birimizi tənqidə belə dözümlü deyilik. Çünki kimsə haqq sözünü deyəndə o bunu pis qəbul edir. Dəfələr olub da, bilirsiniz, davalar, onun üstünə söhbətlər, ictimai yerlərdə, sən mənə niyə belə dedin? Mən belədir. Ay bala, zibil atma burada, ay qardaş, ay vətəndaş. Deyir ki, sən təmizləyirsən buranı. Deyirsən ki, parkinqdə tününü yaratma. Deyir ki, mən tələsirəm. Və sər olaxır. Yəni, bu əvvəlcə hər birimiz özümüz başa düşməliyik ki, mən nəyisə düz eləmirəm, düz eləyirəm. Açıq olmalıyam. Mən o deyirlər, zərin tökülmür ki, kimsə mənə haqqlı irad bildirəndə. Məcid mənə ictimai yerdə desə ki, qardaş, bu şlaqbaumun qabağında birinci mən dayanmışdımsa, mən demə, okeydir, birinci, ola bilər. Mən görmədim. Bəzən olur da, yəni bilmərəkdən nəsə. Yəni, burada bir kompleks özvə eləyəsi, birdən-birə qürurva toxunması bir şeylər yoxdur. Adam əgər sənə mədəni şəkildə bunu bildiribsə, fikrini, iradını, ki, zəhmət olmasa burada durma, zəhmət olmasa bu qapını eləmə, bunu eləmə. Sən bunu normal qəbul eləməlisən. Mən təxmini 2007-ci ilin sentyabr ayıydı. Sərbəst güləşlə və klassik güləşin ilk dəfə ikisi bir yerdə keçirildi dünya çempionatı və onun ilk dəfəsini Azərbaycanda elədilər, Heydər Vələdinə İdman sarayında. İndi fasilə vaxtıdır. Orada Natiq ritim qrupu da əyləşib. Aramıza 2-3 sıra dayanıb. Onun qarşısına oturan bir nəfər də tumu çırtlayıb yerə atıb. Yəni qabıqlarını yerə atırdı. Amma Natiq bəy də haqlı olaraq iradını bildirdi ki, bəs onu niyə ora tökürsən? Onu da təmizləyən bizim anamızdır da, yəni o yaşlı xanımdır. Və onu belə də yandan, sağdan, soldan başladı bozarmağa ki, bu da stukaş deyil, torbatkan falan, belə bir şey eləmə. Dedim, qardaş, düz deyil, səhv nə deyil orada? Yəni, orada o qadın, yığışdıracaq qadın sənin, mənim qonşum, qohumum deyilsə də belə, yaşlı qadındır yoxsa yox, təmizlik yoxsa yox, niyə təmizləməlidir? Niyə? Mən Yapon millətini o qədər də çox sevməsən də, bəzi əməllərini məsələn üçün rəğbətlə qarşılayıram ki, istər stadiona getsin. Məsələn, istər orta məktəbdə onlarda xadimə yoxdur. O birinci sinifdən bütün sinifi məktəbi təmizləyən orta məktəbin şagirdləridir, bəli. Hətta sanuz əllərini belə, visilərini onlar özləri təmizləyirlər. Deyirəm, orada təmizləyən olmadı. Bir dəfə Dayanacaqda da həmən bir oğlan gördüm. Tumunu tutub ayaq altından, bir radius 1 metr var idi. Yardım dedim ki, bəs şeydir, olmaz da eləməyin belə. Bir şeydir də bu heyvanat aləmində öz ətrafını ərazisini erkək şeylik də bu. Mən o adamları ancaq belə tam olaraq heyvanat aləmi ilə müqayisə edə bilərəm. Gördüm ki, yanında yamyasın heç kim yoxdur. Dedim, yaxşıdır, yəni fərdi deyim də. Çünki cəmaət içində mən özüm heç vaxt heç kimə irad bildirməm. İstisna halı çıxmaq şərti ilə. Çünki elə adamlar var ki, cəmiyyət içində onu təmin eləmək lazımdır. Gəldi buna öz irad edəndə mənim üstümə az qala bir dənə bıçaq çıxartmalı. Bıçaq olsaydı bəlkə aqressiya göstərdi, qısacası. Bəli, çox. Mən susdum ki, çox fiziki cəhətdən də gücüm çatardı yeri gəlsəydi ya. Yəni mən sadəcə bir addım dağa atdım ki, yəni deyiləsə adam deyil də, yəni o tipdə olan deyil. Sualım nədir? Niyə düzəlməyik? Nə vaxt düzələcək ümumiyyətlə belə deyək? Bayaq dediyim o yolu keçmək də, bayaq dediyim o
xətərləşib belə əyri gedir. Nə vaxtsa onu da başa düşəcəklər ki, məsələn, əslində bu indi xətt Bakıda indi bu yol hərəkəti qaydaları eksperti mənə qınayarlar, deyəcəklər ki, bu düz eliblər. Belə olmalıdır xətt əslində. Mən hansısa meyarlara görə bu xətt olmalıdır. İndi biz məcazi mənada obrazla deyirik də o xətti. Nəsə düzələsi şeylər. Yəqin ki, necə ki insan yeniyetmə dövründə biz baxırıq ona nəsə düzgün olmayan hərəkətlər eləyir, bəzən yersiz hərəkətlər eləyir, çox vaxtı da. Bu yeniyetmə dövründə o gün bir zarafat eşitmişəm, deyir ki, deməli yeniyetmə dövründə insan niyə belə əcaib həyat tərzi, düşüncəyə malikdir? Çünki özü hələ işinə bilmir. Hələ bir şey deyil də adam. Amma belə hardansa özgüvən gəlir adama ki, mən bunu eləyəcəm, mən bunu eləyəcəm. Belə siz düzgün danışmırsınız. Sən beləsən, sən kimsən belə? Amma heç nə yoxdur özü adamda. Hələ boşdur. Hələ də yanında yaşı yoxdur da, hələ hardan olsun? Həyat təcrübəsi yoxdur axı. Başı daşı dəyməyib heç vaxt. Amma belə qəribə belə özgüvəni gəlir. İndi bu da, amma bunun yolu keçməlidir də. O puxtələşmək üçün keçməlidir. İndi biz cəmiyyətlə kimi yəqin ki, müəyyən bir yolları keçməliyik. Əvvəllər heç bu da yox idi. Yəni bu heç ayna da yox idi. Əvvəllər ümumiyyətlə xaos idi. İndi nəsə bir strategiya var və bu strategiya daxilində indi oradan təcrübə götürürük, nə bilim Amsterdama baxırıq, nə bilim Parisə baxırıq, ora baxırıq. Yəni deyir iki baş bir başdan yaxşıdır. Nə bilim onların başından da istifadə edirik falan. Yəni fikirləşirik ki, hə, dünya təcrübəsini falan. İndi bu dəqiqə onsuz da dünya təcrübəsi ən vacib tez istifadə olacaq. Dünya təcrübəsində belə bir şeydir. Həqiqətən dünyadan yaxşı şeylər götürmüşük. Gəlin razılaşaq ki, bir çox şeylər, bir çox sistemlər mən həqiqətən fikirləşirəm ki, yaxşı ki Azərbaycana gəlib. Çünki o sistemi xaricilər bizdən əvvəl fikirləşiblər. Hə, yəni bir çox şeyləri həqiqətən də öyrənmək lazımdır. Və bəlkə də bu gün bizə biraz qəribə gələn, əvvəl ümumiyyətlə yeniliyə Türkiyə demişkən təpki göstərirsən də, xüsusilə konservator adamlar. Sənin elə bir ki, o səni intizama çağıran nəsə bir sistem var. Deyirlər ki, bax bu xəttlə getməlisən. Bu intizam sistemidir, budur. Yəni, bura tüpürmək olmaz, bura tullamaq olmaz, burada ancaq siqaret çəkməlidir, bunun yeri budur, burada siqaret çəkməlidir. Yox, mən əvvəldən oturubdan bura tüstürürdüm. Bu xaosdur da, bu xaosa gedən yolu getmək lazım deyil. Bu yol xaosa aparandırsa düzgün deyil. Bu yol qanuni çərçivəyə salmaq lazımdır. Biz ancaq onu keçəndən sonra başa düşdük. Yəni, biz indi də başa düşürük ki, əslində pis deyil. Misal üçün, elə 10 il bundan əvvəl olsaydı ki, siqaret məhdudlaşdırılsın, bəlkə də çox adam, daha çox adam etiraz edərdi. Bugün biz müəyyən yolu keçmişik cəmiyyət kimi. Başa düşürük ki, sağlam həyat tərzi var, uşaqlar var, pasiv siqaret çəkmə var. Bunlar hamısı elmdir. Bunlar öyrəndik. Görürük ki, dünyada bu artıq mütləq ayrı yerlər olmalıdır siqaret çəkənlərlə, çəkməyənlərlə. Bunu tez geç siqaret çəkənlər də bunu qəbul ediblər. Kimsə artıq eləyib, kimsə başa düşüb ki, okey, normaldır da, indi harası başa düşürəm, məntiqi var da bunun. Tez geç, onu başa düşməyənlər də başa düşəcəklər. Başa düşür ki, hə, siqareti mən hər yerdə yandıra bilmərəm. Bu artıq normaldır. Yəni, bu artıq müasir dünyanın tələbidir. Hətta bax, bir çox şeyləri, məsələn, apreldən səbəbimizə elektron siqaretlərə, veyplərə tam qadağa qüvvəyə minir. Ölkəyə idxalı da, satışı da, istifadəsi də qadağan olunur. Çox adam bunu bəlkə də etiraz edirdi, amma bunu əsaslandırırlar, elm əsaslandırır ki, bu həddən artıq çox təhlükəli olduğu üçün və bunu uşaqlar da çox rahatlıqla istifadə etdiyi üçün, yəni bu əsasla kimsə ona başqa donlar geyindirir, nə bilim, siqaret mafiyası var, nə var, belə bir fikirlər də yaranır. Ümumiyyətlə bizdə, onu da bir qoy demişəm, belə keçim ona, bizdə bir çox yeniliklərə, bir çox insanlar başlayırlar şey axtarmağa, nəsə, bunu qəsdən eləyirlər. Nəyi? Falan şey qəsdən. Mən heç vaxt unutmuram, deyirlər ki, bir taksi sürücüsü mənə deyirdi ki, navigator proqramı yoxdur, bu Waze falan var, hamı istifadə edir taksi, ən çox da taksi sürücüləri. Deyir ki, o qəsdən onu belə proqramlaşdırıblar ki, uzun yol göstərir ki, sokara xeyri verir. İkisinin arasında razılaşma var. Yəni, mən oturdum belə və 15 dəqiqələ yol gedirdim, fikirləşdim ki, bu necə belə bir fikrə gəlib çıxıb. Onu əsaslandıra da bilmir, texnoloji baxımından, motivasiya baxımından niyə sokar bunu eləsin ki, hər kəs benzini sokardan almır, yəni sokar onsuz da benzinini satır, yəni Waze-ə uzun eləməyə fikrin yoxdur. Ona qədər də satır. Bir dəfə o sənə uzun yolunu göstərəcək, iki dəfə sən üçüncü dəfə başa düşürsən ki, yox, bu yaxşı işləyən navigator deyil və sən imtina edirsən o navigatora, bu heç navigatorun özünə də sərf eləmir. Yəni bu əslində absurd da bunu izah eləmək. Bu qədər absurd fikir. Amma bəzi insanlar var ki,
bu gün özündə mənə deyirəm ki, məsələn mən başa düşürəm ki, açıqlanır ki, məsələn bu filan qanun çıxıb, bu qadağa çıxıb. Mən başa düşürəm ki, bunu niyə eləyirlər də? Yəni bunun olmalıdır. Bəli, ilk vaxtlar müəyyən sənin adi həyat tərzi bağlaya bilər. Məsələn, sənə deyirlər ki, bu yolla getmə, bu yol getmək lazımdır. Bundan sonra dayanacaq burada olacaq. Avtobus ancaq burada saxlaya bilər, dayanacaqda. Nə qədər etiraz edənlər olub buna əvvəl. Bu bax bası çıxana kimi. Nə qədər etiraz edirlər. Avtobusda sürücünü az qala nə bilim çarmıxa çəkirlər ki, bu sən yox sən bunu elədin. Sən bu sənin avtoparkın da, müdirin də, nə bilim kimdir. Bunlar hamınız birləşmisiniz bizi incitmək üçün. Əvvəl balkonun altına kimi aparırdı, indi aslan qədər. Yəni mən əvvəldən bura düşürdüm. Ay oğlum, mən biri deyirdi ki, mən ağır çantalarım var, biri deyir ki, mənə gəzmək olmaz deməm. Hər 2 dəqiqəmi saxlayır. Başa düşmək ki, bu mənə sistem var, ona görə də bu sizin sualınızın cavabı da harasa qismən biraz geniş, çox geniş sualdır əslində. Amma o fəlsəfi sualdır. Amma bəzi şeylər var ki, həqiqətən onlar yəni bu yolu keçməlisən, başa düşməlisən ki, hə, doğrudan da bu rahat imiş. Bu yaxşı imiş ki, dayanacaq ancaq bir dənə yerdə olsun. Belə xaos olacaq. Kim avtobus harda saxladı. Bu harda dayandı. Kim harda istəyir eləsin. Yəni bu cəmiyyətdə bir çox şeyləri həqiqətən də qanunla, təbii ki, tanışlıqla yox, qanunla tənzimləmək lazımdır və o qanun hər kəs üçün işləməlidir. Yəni elə bilirsiniz ki, mən burada podkastda siz radio aparırsam, burada elə bir seçki qabağı platforma. Hər kəs qanunla hərəkət etməlidir. Mənim belə bir ritorik sualım var. Almaniya bizdə 1-ci Dünya müharibəsindən sonra Almaniyanı Avropada xüsusən qonşu ölkələrində almanları biraz qarası kimi tip baxırlardı. Harda görürlər, Alman görürlər, döyürdülər. Belə yuxarıdan aşağı baxmaq falan kimi belə müharibədən qalan. Bəli. Sonra 2-ci Dünya müharibəsi ərəfəsində xüsusən də mən o adamın fanatı deyiləm. Sadəcə olaraq Hitler hakimiyyətə gələn illər dönəmlərdə onlarda da belə bir xaos var idi. Məsələn, biletsiz girmək, metroya, vaqona, piyada keçid olmayan yerdən keçmək kimi belə bir qayda pozuntuları həddindən artıq çox idi. Və onlara tapşırılmışdı, xüsusən polislərə və insanlar ayrılmışdı ki, bu qaydaları eləməyənlər yerində öldürülsün. 14 nəfər öldürüləndən sonra, 14-cüdən sonra artıq avtobusa, tramvaya, trolleybüsə, metroya bilet almağa başladı. Siz söhbəti ara. Siz kimin nümunə çəkirsiniz ki, bu dəqiqə bu YouTube bloklayacaqsınız. Ritorik sualım onlar var ki, bizdə də 14 nəfər ölməlidir ki, qaydalara hamı istifadə eləsin, uysun qanunlara. Yəni, məyər biz bu qədər fikrimizi başa düşdük, dəfələrlə də bu söhbət olub, yəni belə versiyalar süzülür ki, bu Alman kimi olmaq üçün. Yox, şərt onlar kimi deyil, onlar bizdən götürsün nəyisə. Yəni, mənə Alman qanunu lazım deyil və ya Fransanın hansı qanunu da lazımdır. Mənə öz millətimin ədəbi bəs edir. Əxlaqı özü bəs edir. Bizim millət gözəl millətdir. Bəs bizə nə lazımdır? O sual bizə nə lazım? Mənə o sualın deməsə sinonimdir belə deyək. Yəni bax, o deyirəm ki, siz Azərbaycanlı kimi, Məcid kimi yox, Azərbaycanlı kimi əvvəl özünüzə izah edə bilərsinizmi? Sizin üçün ideal Azərbaycan cəmiyyəti necədir ki? Bu özü bir dəhşətli dərəcədə çətin sualdır. O deyirlər, milli ideya, ideal cəmiyyət heç yerdə yoxdur birincisi. Çalışmayın onu tikməyə, yaratmağa. İnsan özü ideal olmadığı üçün mən o fikirlə heç vaxt utopik fikirlər var, kitablar var, filmlər var. İdeal cəmiyyət belə olmalıdır. Hər kəs öz versiyasını deyir. İdeal cəmiyyət hansıdır ki, ancaq qanunla tənzimlənir. İdeal cəmiyyət hardadır ki, pul yoxdur. Bəzi utopik fikirlər var. İnsan pul ümumiyyətlə yığışdırılır. Nə bilim, belə cürbəcür. Amma yəni biz hələ yendirəm bu yəqin ki yenə də bu fikri dəfələrlə deyirəm ki bu yolu keçdikcə nəyisə başa düşürsən. Ancaq yolu keçdikcə. Yolu keçməsən birdən-birə Avropadakı kimi olmayacaq. Heç biz illər sonra başa düşdük ki, heç Avropada ideal deyil. İllər sonra başa düşdük ki, heç Avropa, xüsusilə Avropa hətta bu öz yolunu keçdikcə biz sanki istəyirdik ki 90-lardan 2000-lərdən atlanaq dərhal Almaniyanın cəmiyyətini, Fransanın cəmiyyətini quraq. İndi 30 il keçib üstündən görürük ki, internetdə xüsusilə çıxandan sonra hər bir yerdə kamera, Fransanın hər bir küncünü bizə kamera YouTube-da göstərdiyi üçün biz gördük ki, işte mən şəxsən Parisdə yaşamaq istəmirəm. İndiki Parisdə. Çünki təəssüf ki, Eyfel qülləsi ancaq vitrindir.
O demək deyil ki, mən pis deyirəm Fransanı və kimsə deyir ki, bana bax oturub Əhməd də Fransanı bəyənmir. Var elə adam tipajlar da var, o şərhlərdə yazıcılar ki, mən nəyisə tənqid edəndə, məsələn hansı smartfonu və nəsə, buna bax Azərbaycanlılar velosiped hələ indi yaradıblar, cəmaət Fransanı, Yaponiyanı, Çinli bəyənmir falan. Yəni bu da yanaşma düzgün deyil. Kimisə tənqid edirsənsə, o deməkdir ki, bu sən hələ ona layiq deyilsən o tənqid etməyə. Bəli, şəxsi kimisə mən tənqid edirəmsə, nəsə əsaslı tənqid etməliyəm məsələn. Mən Məcidin bloqunu tənqid edə bilərəm öz baxımdan deyə bilərəm ki, məsələn hansı şey bəyənmirəm, nə bəyənirəm. Amma indi Məcid ona qəbul edəcək o tənqidi yoxsa o öz işidir. Deyə bilər ki, var başa çıxmır, mən onu ciddi qəbul edirəm. O heç başqa məsələ. Amma yenə deyirəm, biz də yəqin ki, hansı yolu keçməliyik, bəlkə də Almaniyadan yaxşı yaşayacağıq. Baxın bizdə məsələn o 2-ci Dünya müharibəsindən sonra Amerikanın Yaponiyaya 2 dənə böyük atom bombası atandan sonra 100 minlərlə insanın qətlindən sonra Yaponiya bir neçə il sonra ayağa qalxmağa bacardı. Səbəb nə oldu? Texnologiya. Lütfüzadənin elmini götürdülər, nəzəriyyəsini götürərək üzərindən çalışmağa başladılar. Baxmayaraq çox böyük zərbə idi də. Onlarda məsələn Yaponiya ərazisi bəziləri göldən ibarətdir, bəzi seismik zonadır. Çəltikdən başqa etmir, bitmir. Bir də adalardır. Adalardır. Yəni balıqçılıq, bir də çəlti ilə yaşayan millət olur. Anidən sahət texnologiyaya gedən bir dövlət oldu. Məsələn 2021 idi ya 2022-ci ilin sonlarına yaxın internetdən təsadüfən gözümə dəydi. Düzdür, təsadüfən sözünü mən qəbul eləmirəm. Təsadüf heç nə yoxdur mənə görə. Onlar büdcəni bağladılar 950 milyard dollar, başlı 1 trilyona yaxın məbləğdən büdcəni bağladılar. Bunun əsas gəlirlərindən biri texnologiya oldu səbəb. Toşibadır, bəli, elm. O da insandır da. Yəni Asiyalı olsa da, başqa qitədən də olsa da qanımız qırmızıdır da hamımızın. Yəni beyin eyni beynidir. Yəni ola bilər çəki boy fərqi ola bilər, xarici görünüş təbii, amma nəticə etibarilə hamımız insanıq. Biz niyə bunu eləyə bilmirik? Eləmək istəmirik. Bugün mənə eyni fikirdə siz deyirəm. Onların keçdiyi yol başqa olub. Onların keçdiyi yol başqa olub. İsraili dövlətinə özü biz ki, nə kimi yol olub, onların milləti necə olub, necə keçib, necə gəlib bu məqama çatıb və elmi potensialı, o böyük beyinlər işte İsrailin özündə formalaşmayıblar da. Fərqli ölkələrdə olublar. Amerikada yaşayan, Almaniyada yaşayan, o dünyanın fərqli yerlərində olan Mossadın özü böyük beyinlər olub da. Yəni Rusiyanın Sovet ərazisində hətta nə qədər alim var idi o millətdən, amma Sovetdə böyüyüb, hətta onları qoymurdular o millət yazdırmağa ora. Belə bilirsiniz ki, Sovet İttifaqının özlərinin özündə belə hətta o fobiya var idi onlara qarşı sanki. Bizə də qarşı, bütün millətlərə qarşı var. Bir çox şeylər var idi ki, az qala onlara hamısını çalışırdı ki, bir millət kimi yola versinlər hətta. Nəysə də o da bir başqa mövzudur. Amma yəni ki, o özü çox faktordan asılıdır. Ölkənin özündən, tarixindən, binəyə qədindən, müharibə, hər şey birdən-birə 180 dəyişmədi ki, ikinci. Onların özündə belə, millətində belə ənənə var, düşüncə tərzi var. Asiya düşüncə tərzi tamamilə başqa cür. Çinin, bir Çinlinin düşüncə tərzi ilə Azərbaycanlıların düşüncə tərzi tamamilə fərqlidir. Baxmayaraq ki, beyin deyil, ona görə də biz eyni kimi düşüncəni qəbul etmirəm. Biz eyni deyilik. Biz zahirən eyni ola bilərik. Hətta zahirən də fərqləndirik. Siz Azərbaycanlılarla Çinli səhv salmasınız heç vaxt. Təbii. Məsələn, amma daxilən xüsusilə düşüncə tərzi tamamilə fərqlidir. Baxın, çünki nəyə görə deyirəm? Bizim tariximizə baxınsaq, düzdür, işğalçılar gəlib eləyiblər. Məsələn, memarlarımızı bir aparıblar, nə bilim, həkimlərimizi bir aparıblar. 1823-1827-ci ildə o Türkmənistan-Gürcüstan müqaviləsində sonra mən belə düşünürəm, amma bəlkə də səhv düşünürəm. O artıq bizim kökdən çox yaraladı da. Yəni parçaladı Rusiya, İran oradan parçaladı, Rusiya oradan parçaladı. Zamanla molla düşüncəsi falan bəşmikan, sonra gəldi 1818-20-ci ilin kommunist rejimi və o 70 illik kommunizm rejimdə Azərbaycan qaymaqlarını sildilər, apardılar. O molla rejimi, bəli, molla rejiminin təsiri bir tərəfdən, Rusiyanın repressiyası bir tərəfdən, tarixin 70-ci ilin torpaqları böldülər, oradan sürgünədilər 48, 50, 88-ci dövrə, 90-cı illərə qədər. Və o qədər, məsələn, 18-ci ildə təsəvvür edin, yaradılan, qurulan dövlət əgər ki, dağıdılmasaydı Rusiya dönəndə, mən fikirləşirəm ki, tam fərqli bir Azərbaycan görərdi. Hani indi də bu yaxınlarda bir ay təxmini bundan qabaq
bir nəsə yazı şansı kimsə yazmışdı, qabağıma çıxmışdı. Məmməd Əmin Rəsulzadənin də həyat yoldaşı Yahudi olduğuna dedilər ki, bu da Yahudlara işləyir. Kim idi ki o? Yəni oturdum, qaldım, yəni dedim insanın beyni ola. O bir bu yaxınlarda oxudum. Meduzanın deyir məqalədə onun statusunu paylaşmış. Meduzanın deyir qəlbi yoxdur, qəlbi olmadığını bilmir, çünki onun beyni də yoxdur. o insan amma Meduza kimi baxıram da, yəni həqiqətən ki, çünki beyin yoxdur. Dərk eləmir belə. Yəni bu nə cür analizdir, bu nə cür baxışdır da, yəni təəssüf ki, intellektin azlığı çox vaxtı insanda bir fikir yaradır ki, onda heç də intellekt azlığı yoxdur. Və əksinə, intellekt çoxluğu insanda öz mənfilərini çox qabarıq görməyə təəssüf ki, məcbur edir yox, yəni ona yol gətirib çıxarır ki, həddən artıq intellektual səviyyəsi yüksək olan adam özündən çox narazıdır. Dünyada hələ çox şeyini bilmədiyini, dərk eləmədiyini başa düşür. Yəni öz sanki balacalığını başa düşür dünya miqyasında. Amma balaca adam, beyni balaca, dünyası balaca olan adam özü elə bilir ki, bu dünyada böyük bir şeydir o. Yəni bu tamamilə fərqli, paradoksal şeylərdir. Yəni amma bu belə də, yəni bu Sakratlar, Aristotellər deyirlər bizdən əvvəl onu çoxdan başa düşüblər. Çünki insanın baza belə xüsusiyyətləri, müsbət və mənfiləri eyni dəyişməyib heç vaxtdan qalıb. Çünki bilirsiniz nəyə görürəm? Bu yaxınlarda məsələn Rafael Ağayevin bir müsahibəsini oxudum. Dəyərləndirilməməyi haqqında. Rafael Ağayev hansı ki Rafael Ağayev bu da çoxdankı məsələdir də, dəyərləndirməmək. Bəli, o bizdə var. Bu vaxtın sözü var da, bilirsiniz də. Bəli. Çıraq öz dibinə işıq saçmır. Belədir. Və insanın xüsusiyyəti də odur ki, heç vaxt əlində olan, sahib olduğu dost, var dövlət, ailə, nə bilim, sənət, bilik, adam var ki, öz biliyini dəyərləndirmir. Öz sənətini dəyərləndirmir. Bu nə sənətdir? Bu nə işdir? Bu nə stoldur? Bu nə mikrofon? Adam var ki, xəyal edir bu vaxtda. Xəyalındadır gecə-gündüz bu vaxtda. Onu başa düşmür ki, onu obyektiv dəyərləndirə bilmir. Biz bugün Rafael Ağayevi yəqin ki, obyektiv dəyərləndirə bilmirik. Təəssüflər olsun. Amma dünya dəyərləndirə bilir. Halbuki Rafaelin özü Yaponlar Yaponiyaya karatedən master class keçməyə dəvət edib. Təsəvvür eləməz, təsəvvür elə bilmir. Bugün o adamı biz bütün dünyada gəzdirməliyik və göstərməliyik, yaxşı mənada vitrin kimi. Göstərməliyik. Bəli. Azərbaycanlı idmançı kimi göstərməliyik. Hər yerdə biz onun şərait yaratmalıyıq. Yol pulunu da yeri gələndə verməliyik ki, get orada göstər, sən bizi təmsil edirsən. Get Rusiyaya, get İsrailə, get Amerikaya. Biz onun əksinə, yəni bunu təbliğ eləməliyik o adamı, əksinə. Biz o nəsə nə var, status yazıb, nəsə eləyib, nəsə orada kimsə hardasa, kimsə haqqında danışıbsa, ola bilər o da səhv nəsə deyib, ola bilər emosional olub, o da ola bilər. Amma buna görə onu mən düşünürəm ki, hardansa çıxarmaq, siyahlarda onu artıq önə çəkməmək, onu atmaq, iki sıra arxada gedib otur, arxada görsənməyəsən, belə eləmək tamamilə yol verilməz. Çünki dünya idman belə deyək də kitabını açsaq, məsələn orada Muhammed Ali var, məsələn Ayaması var, Tyson'ı var, falankəsi var, onların içində Rafael Ağayev də var. Yəni biz o cürə insanı inşallah qismət olarsa indi bir gün podkastımda da Rafael özü olarsa onu sualları vuran inşallah, amma o cürə insanı biz necə ki Lütfüzadə Amerikada dünyasını dəyişdi, burada dəfn elədi. Niyə Rafael də getməlidir başqa yerə? Qaçırtmalıyıq bizdən. Bizim qızıl balığımız da belə deyil. Əlbəttə. O qızıl balığın da dəyərini bilmədi də o nağılda, məşhur o nağılda. Qızıl balığın dəyərini bilmədilər. O da axırı məlumdur. Məlum oldu. Yəni 40 gəmi ilə, lotka ilə aldı. Əllərində heç də qalmadı. Yox, inşallah ki bizdə elə olmaz. Deməzdim ki, indi nağılla birbaşa bizdə olduğu kimidir. Sadəcə olaraq dərsdə, o nağıllar nədir, dərsdə öyrədirlər də bizə deyirlər ki, məsələn, nə yaxşı bilər, nəsə dəyər vermək lazımdır. Yaxşı, dəyərli insanlara, var dövlətə, nə bilim, necə ki neftə biz dəyər veririk. Bizə qisməti olan bu böyük bir sərvət. Biz necə ki onu qiymətini bilirik də, biz onu dəyərləndiririk. Bəli. Eləcə də bizim təbiəti də dəyərləndirməliyik. Bizə qismət olan digər bütün nemətlər təkcə neft deyil, düzdür? İnsanlar elə özü nemətdir. Halbuki Azərbaycan torpağı başdan ayağa nemətdir. Başdan ayağa nemət. Hər baxımdan, hansı baxımdan deyirsən, Azərbaycanda var. Nə istəyirsən var bizdə. Halbuki heç bir dövlətdə yoxdur. Demək olar. Mən baxıram ki,
biz gedirdik, gəzirdik, harasa əvvəllər deyirdilər məsələn, amma halbuki Azərbaycan özü kəşf olunmamış çoxlu bölgələri var və potensialı yüksək olan bölgələr var. Keçən il yayda mən Qax Balakən zonasına getdim. Təsəvvür edin, mən səhər yay vaxtı idi. Səhər durdum saat 5-də. Mən ümumiyyətlə yer dəyişimi olanda, çox narahat olanda çox yata bilmirəm. Saat 5-də durdum, oteldən çıxdım. Qarşı tərəfə keçdim. Dağlar idi, arxası dağ, arqa dağ. 5-də çıxdım, saat 7-nin yarısında ki, dağın ətəyinə qalxmışdım artıq. Düzdür, artıq fikirləşməyin ki, birdən qabağıma ayı çıxar falan, çünki dağlarda ayı da olur oralarda. Qalxdım, o müəyyən bir səviyyəyə qalxdım da, yəni oradan artıq çox gözəl mənzərə var idi. Buradan belə bir dağlar gəlirdi. Bir dənə prosta içmə nəfəs aldım, bir dənə baxdım, mən yalan olmasın nə qədər vaxtı təxmini bilmədim, bəlkə 1 saat, 50 dəqiqə, 1 saatdır dayandım orada. O mənzərənin şokunu ailə bilmirdim. Yəni deyirdim ki, bizdə bu vardı, bir dənə bu əlimizdən çıxmasın. Mən məsələn Şuşada da oldum, Qarabağın məsələn başqa bölgələrində, Laçında, Kəlbəcərdə də oldum. Düzdür, hərəsinin öz yeri var, hərəsinin öz gözəl İsmaildə, Lağız. Hamısını dalbadan keçən il getdim. İndiyə kimi Azərbaycandan, Bakıdan qırağa demək olar ki, nadirən çıxmışdım. Prosta dedim ki, yox, özümə də vaxt ayırmalıyam deyə. Bir yayı deməli olar ki, Azərbaycanın bir çox bölgələrində oldum. Laçında oldum, məsələn, Zaqatala, Balakən, Qarabağ zonası. Turne. Nədən turne? Uşaqlar zaten rayonda idi, yəni məktəb təntində idi. Tək idim deyə gəzirdim. Hərəsi düzdür, mənim öz gözəlliyinə görə hərəsi bir şey vardı. Mən o Qaxın İlusunun dağları tərəf, ümumiyyətlə dağı mən sevən insanda. Dedim, bir dənə Allah bizim əlimizdən bunları almasın. Nə qədər gecdə nemətimizi bilək, öz qədrimizi təmizləyə bilək. Həm bir-birimizin, birinci növbədə bir-birimizin qədrini bilək. İkincisi də əlimizdə olan maddi şeyləri də. Yəni bir var mənəvi şeylər, insanı qırmaq, insanı incitmək, onun haqqına girmək bu daha ağırlı bir şeydir əslində. Çünki bizim öz əlimizdədir. İndi sabah alıram məsələn, nə bilim, dəniz çəkilir gələ məsələn arxaya, düzdür, misal üçün. Ola bilər təzədən qayıtsın, amma o bizim əlimizdə deyil. Amma bir-birimizə dəyər vermək bu bizim öz əlimizdədir. Ona görə də məncə elə bunu özümüzdən asılı olanda ən azı eləməliyik. Ahmet bəy, çox sağ olun. Təşəkkür edirəm ki, qəbul ediniz, gəldiniz. Allah sizdən razı olsun. Minnətdaram. Podkastınız da xeyirli olsun. Çox sağ olun. İnşallah çoxlu baxışlar. Siz də çoxlu like edin ki, bəyənin, zəhmətə dəyər verin. Çox sağ olun. Dəyər vermək məsələsinə qalanda mütləq dəyər verin və abunə olmamısınızsa mütləq abunə olun. Allah razı olsun. Çox sağ olun. Sağ olun.